Salam millət, mən Elko. Bugün Granny Chapter 2-ya gələn güncəlləməyə baxacağıq. Başladıq. Neçə aylardır Granny Chapter 2-da oynamırdım. Deməli, ilk olaraq fərqi belə görürəm ki, ekranı genişlədiblər. Deməli, ətrafda belə olub. Ayarlı olub əslində. Çox ayarlı. Oy. Aha, qırat bax. Çox bomba ediblər. Bu paralel əşyalar. Aha, silah portası var, silah var imiş burada. Yəni qıratman bayıldaq. Yəni Granny də gəldi. Çox əla ediblər. Oyun daha canlı görsənir. Bu güncəlləmə Granny'də gəlmişdi. Lap əvvəllər 2022-də 4 il keçdi o güncəlləmədən öncə. Ondan sonra da Kansas City güncəlləməsi gəldi. İnşallah elə bu güncəlləmədən sonra Granny Chapter 2-ya yeni bir otaq, yeni bir güncəlləmə gələr. Dəqiqə, mən baxçada elə bir nəsə fərqlilik görürəm deyəcəkdim. Oğla. Çox döyüşdürüb o buranı. Bəyəndim bu güncəlləməni. Oyunu daha canlı görür, istədir. Oyunu oynayanda canlı istədirsən. Buna tam dəqiq baxacağıq. Kəlləzə elə bura. Bunu dəyişdiriblər. Burada nə var belə? Pedlock key. Əladır bu. Gözə qapıyı açın. Məndən qabaq açdılar qapıyı. Granny də gəldi. Yəni bu Pedlock keyini qaçıyorum. Qapı ilə qaçacam dostlar. Bu da hazır. Yuxarı gəlib baxacam gör yuxarı necədir. Yuxarını dəyişdiriblər az çox. Aha, crowbar tapdıq. Burada safe key çıxdı. Götürək bunu, bəlkə lazım olar. Ayaq səsi eşitmirəm, deyəsən ayrılmayıblar. Gedib belə Nosferatu'ya da baxacam, görək Nosferatu necədir. Bismillah. Bir dəqiqə, buranı açmalıyıq ki, evi yox, gəlib basacam oranı. Animasiya gəlmədi. Bağı tapın deyəsin orada. Yaxşı oldu elə. Animasiya çox belə adam sıxır orada. Yatacaq 100%. Yatdı. Gezən xeyrə. Bismillah. Çox pis qorxdum. Açdıq buranı. Aha, Nosferatu. Bunda da dəyişiklik ediblər. Mən bu güncəlləmədə ən bəyəndiyim bu oldu dostlar. Əşyaları belə parlaq olduğu. Bu çox əla bir şeydir. Nosferatu getdi day. Buna heç bir güncəlmə gətirmədilər. Yəni Nosferatu gəlir, sonra yoxa çıxır. Bilmirəm niyə. Buna bir güncəlmə gətirsələr əla olar. Nəysə biz qaçaq day. Oyunu da bitirdik. Çox əla bir güncəlmədir. Bu güncəlmədən də sonra inşallah böyük bir güncəlmə gələr. Onda da videosu kanalımda olacaq dostlar. Bəli dostlar, video bura qədərdir. Sağ olun, salamat qalın.